Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Qışa hazırlıq tədarükümüz davam edir. Göy pomidor turşusunu bu günləri hazırlamağını sizinlə bölüşəcəm. Əgər siz də bu cür hazırlasanız, bir neçə il müddətində balonlarda rəngi dəyişmədən, suyu bulamadan saxlaya bilərsiniz. Əgər meyvə tərəvəzlər bu cür təmiz axar suyun içərisində nə qədər təmiz yuyulsa, balonlarda nə qıcqırma verir, nə də suları bulanır. Bunun üçün də tərtəmiz yumaq lazımdır. Pomidorları tərtəmiz yudum. Qəşəng balonları öncədən qaynar suda yuyub, sterilin edib kənarda saxladım. İçərisinə balonların dəfnə yarpağı, 2 diş sarımsaq, gilanar yarpağı, yəni vişnə yarpağı, yumru quru istiot, məndə biber acı olduğuna yarım acı biber, şax şüyüddən əlavə etdim. İstəsəniz cəfəri də ata bilərsiniz. Mən bu cür sevirəm. Sonda xirin deyilən bir bitki var. Xırçıltılı olması üçün onu da balona yerləşdirdim. Pomidorları bir neçə yerindən çəngəlin köməyi ilə çərtdim. Balonlara yerləşdirdim. Hamısını bu cür çəngəllə ya bıçaqla çərtin ki, içərisinə isti su keçib pişə bilsin. Şirin biberlardan da istifadə etdim. İstəsəniz qırmızı biberdan da istifadə edə bilərsiniz. Yaşıl biberdan da istifadə edə bilərsiniz. 3 kiloqramlıq balonun içərisinə 2 xörək qaşığı turşu duzu əlavə etdim. 1 çay qaşığı da şəkər tozu əlavə etdim. Sonda dolu olmayan yarım xörək qaşığı 70% öksüzünü töküb, kənarda qaynatdığım qaynar suları üzərinə töküb, ocağın üzərində də bir qazan su yenə qaynardı. İçərisinə mətbəx dəsmalı sərdim, içərisində balonları yerləşdirdim. 10 dəqiqə də orada qaynatdım, çıxardım, ağzını möhkəm bağladım. Bir şutka saxladıqdan sonra qaranlıq sərin bir yerdə qışa saxladım. Hazırlayan hər kəsə nuş olsun, Allaha amanat olun, göz haqqınızı halal edin. İzləyən hər kəsə öz təşəkkürümü bildirirəm.